Dedim, amma bunların hamısı bir tərəf. Hafiz çox böyükdür, Sədi böyükdür. Amma mən pərvərişyabdı, Məktəb Şəhriyar Pərvin İtisamiyə. Dedim, cazibə mən sənə Şəhriyar oxuyayım. Sən Türkçe oxuyayım, sən Farsi oxuyayım, məstəmədə pir ki, məstanı bibinəm, məstanı dərin quşeyi meyxanı. Deyim, Türkçe oxuyayım bir və şah dağım, çal papağım, el dayağım, şanlı səhəndim, başı tufanlı səhəndim, başda Heydər baba təkkarla, qırovla qarışıbsan, son ipək deldi buludlarda, ufuqda sarışıbsan, savaşarkən barışıbsan, göydən ilham alalı, sırrı səmavatə deyərsən, hələ ağ körkü burun yazda yaşıl donda giyərsən, quradan halva yiyərsən, qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın, yanlarında dərələr var, sıldırım tərsirələr var ta axirəcə. Selam Hidayət bəy. Bu molla intixabatdan bu yana bold oldu. Hökumət ustalığına milli hərəkəti kontrol edir, fəalları tutur, sakit edir və bu cür öz adamların salır hərəkətin içinə. Əlbəttə millətimizdə də təqsir var. Məsələn, filan milli fəal bir ömür əziyyət çəkib, gəlir danışır. Bir nəfər like eləyir, 5 nəfər təxrib edir. Bəli, bu cür hökumət adamı gəlir danışır, hamı götürür, yayır və bəhbəh cəhcəh salır. Sizcə nə eləməliyik? Mənim cavablarım. Salam Ələsgər bəy, nə var nə yox, necəsiz? Valla mənim nəzərim budur ki, əvvəl gərək biz sərmayədarlarımızdan himayət eləyək. Çünki bizim şəhrimizin, ölkəmizin hər nə qədər iqtisadı güclənsə, o qədər də biz şeyin qabağında, mərkəzin qabağında güclənəcəyik. Onun üçün hətta bunlar bəzən bəzi işlər görürlər. Mən gördüm bu Poladı təxribə başlayıblar. Mən də Poladın bəzi işləri ilə önəm daşımır mənə, amma mühümdür. Yəni baxın, hətta bu özündən ötürü eləsə, öz mənfəətindən də ötürü eləsə, bizim dərdimizə dəyir. Yəni öz adına kitab çap edir. Eləsin, məsələn, dostlar gördüm, buna nəqd eləyiblər. Öz adına özgələrin kitabını çap edir. Çap eləyibdir. Adamlar da gətiriblər, deyiblər, pulun sən qoy, adını da qoy bura. Yəni onun pulu var, pulu ilə istəyir bir iş görsün. Görsün, tamam, bizə nə zərəri var ki, bizim güclənməyimizə güc qatar. Niyyət tərəfində olanları öz tərəfimizə çəkmək təbii ki, bizə yaxçıdır. Yəni, məsələn, Allah bilir bu mollanın üstündə neçə nəfər, neçə aylar, neçə illər işləyiblər, yavaş-yavaş bunun fikrini çeviriblər bu tərəfə. Bunlar dövlət adamı da ola bilərlər, təbii ki, ola bilərlər. Yəni, dövlətin də əsli işi budur. Nə cür bizi içdən kontrol edəsən, xüsusən Xameneyinin taza siyasətləri belə görünür ki, taza siyasətlərində gəlir millətə tərəf. Məsələn, dünənləri hicaba görə gördük ki, hicabın nəfinə etiraz eləyənləri polis məsələn tuturdu. Bu, yəni istəyir ki, millətə desin ki, tamam, mən sizə bir yerlər verəcəm. Siyasətini dəyişdirir. Ya da ki, Xameneyi ölübdür, yerində siyasəti dəyişən adamlar gəlib, amma hələ feylən demirlər. Bunlardan Əsli budur ki, Xameneyi indi intixabatdan sonra bir nəticə alır. O da budur ki, millət onun qarşısında durdu, ondan müxalifət edir, onun siyasətlərini qəbul eləmir, işlərini qəbul eləmir. Bunun üçün ya milləti toğulur, ya vaqəən istir dəyişə, ya da ki, sistem dəyişibdir. Bəlkə Xameneyi ölüb taza biri yerinə gətirirlər, amma deyə bilmirlər. İstirlər ki, milləti hər halda öz əllərində saxlayırlar. Qudrət də bunu başarır. Bu, görəcəksiniz ki, nə olur da. Bu ki, bizim millətimiz sadədir. Mən buna görə bir məqalə bugün yazdım. Bugün sabahları yayacağım. Hələ edit eləməmişəm, yəni qələt zadı çoxdur, oxuyub, hələ bir dəfə oxumamışam. Heç olmasa görüm ki, nələr əlavə eləməliyəm, nələr əskiy eləməliyəm. Amma sadə millətə həmişə toğlarlar. Kimlər töylər? Güc sahibi, pul sahibi, qudrət sahibi. Yəni hər kəsin gücü var, pulu var, qudrəti var. O gözəl şüarlar tapar, elə gözəl sözlər danışır. Çünki onun əsl əsası insanları özünün xidmətinə almaqla güc qazanıb, onları özünün xidmətinə almaqla pul qazanıb, onları özünün xidmətinə almaqla güc sahibi, qudrət sahibi olubdur. Bunlar o dili qəşəng başarırlar. O dil də insanları toğlayan, yumşaq elən dildir. Əcib şeylərdən danışırlar. İnsanlıqdan, Allahdan, dindən, hər kəsin damarı nədir? Yumşaq damarını taparlar.
yumuşaq damarın, nöqtə zəifini taparlar, oradan yapışarlar, onu öz xidmətlərinə apararlar. Birin dinlə, birin dillə, birin azadlıqla, birin siyasətlə, birin işlə, pulla, birin yerlə, məqamla, birin adla, şöhrətlə, birin nə bilim bulan paltarı istirciysin, onunla biri də istir başın belə darasın, belə vursun, onunla hərəni öz dili ilə bunlar eləyə bilərlər ki, mahar eləsinlər. O cümlədən demokrasi, azadi, ədalət, əxlaq, Allah, din, məzhəb, bunların hamısı pulluların əlində əsləhədir. Pulsuzlar nə qədər fikirli olalar, düşüncəli olalar, əgər pullu dallarında durmasa bir iş görə bilməzlər. Tarix də belə göstərir. Musa da beləsi olub, İsa da beləsi olub, Məhəmməd də beləsi olubdu, Marks da beləsi olubdu. Marksın dalısında Engels vardı. Lenin də beləsi olubdu. Alman durub dalısında zirehli şeylə gətiribdi. Zirehli qətarından gətiribdi, Rusiyada ötürübdü, imkanlar veribdi filan rəhman. Bu cürdür, yəni dünyanın hər yerində belədir. Belə olmasa olmaz. Mütəəssifanə bu millət də güclünün də alısıcan gedər. Heç kəs gücsüzün də alısıcan getməz. Bu bir vaqiiyyətdir. İndi də feylən hər kəs ki, İran dövlətinin yanındadır, güclü görsənir. Yəni, biləxərə bir siyasi gücü vardır, idari gücü var, bir də iş vermək gücü vardır. Onun üçün də insanlar məmulən pullulara yaltaqlıq edərlər də, bu təbiidir. Tamah da önəmlidir. İnsanların da tamahı olar. Yəni güclüdən, pulludan, filandan tamahlar olar. O bir növ olar rüşvət verərlər. Bunlar da bir növ rüşvət axtararlar. Onun üstündə belə olur. Hər halda umaram ki, bizim millətimiz bilsinlər ki, vətənin gələcəyinin yolu istiqlaldan keçir və istiqlala kasıb uşaqlar gedərlər. İstiqlala düşüncəli insanlar gedərlər. İstiqlala və Azərbaycanın milli mənafeyinə bu uşaqlar gedirlər, bu cavanlar, bu insanlar gedirlər ki, indi zəifdirlər, kasıblar, amma düşüncələri var. Bizim millətimiz bilməlidir ki, kasıb bir millətdir və onun nümayəndələri də kasıbdır. Bunlar iki dövlətlidirlər və dövlətə çalışırlar. Azərbaycancı olmasınlar, Azərbaycanın üçün, mənafe üçün çalışmasalar, onlar İrancıdırlar. Amma biz İrancılardan da əgər eləyə bilsək, Azərbaycanın və Türkün mənafe üçün işləməliyik, onlardan iş çəkməliyik. Sağ olun, var olun, təşəkkür edirəm ki, soruşdunuz.